Selamun Aleyküm ve Rahmetullah Səid müəllim. Aleykümselam. Səid müəllim, Allah sizdən razı olsun. Siz və digər tələbələr yeni il barədə hər il danışmısınız. Müəyyən qədər, əlhəmdülillah, cəmaət artıq başa düşüb ki, bu müsəlmanların bayramı deyil. Əsasən də valideynlər deyir ki, biz bilirik bu müsəlmanların bayramı deyil. Ancaq onlara biraz izah eləyəndə deyirlər ki, biz uşaqlar üçün eləyirik, onlar əylənsin deyə. Lap dərinə gedəndə deyirlər ki, məyər əylənmək, demək, gülmək haramdırmı? Biz yeni il keçirmirik. Sadəcə ilin dəyişməsini keçiririk. Bu zaman biz onlara nəyi necə izah etməliyik? Zəhmət olmasa bizə bunu bildirərsiniz. Bismillah və salatu və salamu alə Rasulillah və alə alihi və sahbihi və səlləmə təslimən kəthirə amma ba'd. Yeni ilin qeyd olunması ilə, keçirilməsi ilə bağlı əsas problem əslində sevinç, şənlik anlayışı ilə bayram anlayışı arasında, eləcə də yəni niyyətlərin bir-birinə qarışdırılmasıdır. Yəni insanlar bu anlayışlar arasında fərq görməməsidir və ya hər şeyi niyyətə bağlayıb məsələləri qarışdırmasıdır. Əslində İslam dini baxımından məsələni düzgün qiymətləndirmək üçün baxılmalıdır. Yəni bu sevinç, bu bayram, bu şənlik tarixi mənşəyi cəhətdən nədir? Həmçinin baxılmalıdır, dini məna nəzərdə tutulur yoxsa yox, dini məna nəzərə alınır yoxsa yox. Bunlar hamısı nəzərə alınmalıdır. Yəni tarixi mənşəsi bilinməlidir, dini mənası nəzərə alınmalıdır. Əvvəla demək lazımdır ki, İslamda sevinmək, əylənmək, şənlənmək, uşaqları sevindirmək, bunlar öz-özlüyündə haram deyil. Yəni kim belə düşünürsə, səhv edir. Peyğəmbər sallallahu aleyhi və səlləm ailələri, həm öz ailəsini, həm səhabələrin ailələrini sevincə, onları sevindirməyə təşviq edib daima. Uşaqlarla mehriban olub, mehriban davranıb. Problem əslində sevincin özündə deyil. Yəni sevinməyin, şənlənməyin özündə deyil. Problem bu sevincin hansı günə, hansı rəmzə, hansı simvola, hansı mənaya bağlamaq və ya insanların bu sevinci nəyə bağlamasıdır. Çünki İslamda bayram anlayışı əslində təkcə vaxt keçidi deyil. Hər hansı bir zamanın keçməsi və ya gəlib çatması deyil. Həm də ibadətdir. Ona görə baxsaq, yəni bugün keçirilən yeni il əslində İslam baxımından, yəni nə İslamı əsaslara, yəni orada baş verən mərasimlər, orada baş verən hadisələr, hansı ki qeyd edilir bu bayramı keçirəndə, əslində onların yəni dini bir təqvimlə və ya dini bir əsasla, doğru düzgün bir əsasla heç bir bağlı yoxdur. Yəni heç bir dini və ya haqq olan bir əsasa dayanmır, arxalanmır. Bu tarixə baxsaq, hardan gəlir? Görək ki, qədim Roma dövründə formalaşıb bu bayram. Yəni əslində əvvəldən bu bayramın əsli nə olub? Bütpərəstlik. Yəni bütpərəst bir tanrıya həsr edilmiş günlər olub. Yəni yeni il, yəni xüsusi gün kimi formalaşması ilkin mərhələdə bütpərəst dini məzmun daşıyıb özündə. Sonra xristianlıq Avropada geniş yayılandan sonra bu cür adətlərin çoxu qalıb. Yəni adətlərin hamısı, yəni bütpərəstlikdə olan adətlərin çoxu aradan qaldırılmıyor. Əksinə o adətlərin bir qismi elə xristianlıqda öz əksini tapıb. Dini mənəvi dəyər kimi bir çərçivəyə salınıb, yəni uyğunlaşdırılıb və qorunub və bayram edilib. Ona görə fikir versək, miladla yeni il bayramı bir-biri ilə bağlıdır. Bəziləri ayırsa da onu, bir-biri ilə bağlıdır. Milad bayramına gəlincə, milad bayramı onlar özləri onda ixtilaf ediblər hansı gün. Görürsən ki, dekabrın 25-i keçirən var, yeni il bayramını yanvarın 1-i keçirən var, 6-sı, bəzi xristianlar 6-sı qeyd edir, bəzisi 7-si qeyd edir. Bəzisi də yenə əlaqəsi olmasa da dekabrın 31-ni milad bayramı kimi qeyd edir, İsa'nın doğum günü kimi qeyd edir. Halbuki Allahın kəlamına baxsaq, İsa Peyğəmbərin doğum günü xurmanın yetişdiyi bir ərəfəyə düşür. Xurmanın yetişdiyi bir zamana düşür. Ona görə də görürsən ki, ad fərqli olsa da, lakin rəmzlər, simvollar, edilən əməllər, rituallar
paylaşılan şüarlar, yəni bu bayram haqqında hamısı eynidir. Yəni yeni il, yəni miladdan qopmuş müstəqil əsaslı bir bayram deyil. Yəni hər ikisi əslində Qərb xristian mədəni mühitinin yəni məhsuludur. Ona görə də görürsən ki, bu kontekstdə ortaya çıxan əsas simvollardan biri Şaxta babadır və ya Santa Clausdur. Santa Claus hansı ki, yəni baxsaq bir keşiş olub. Əziz Nikolas adında bir keşiş olub, Türkiyə ərazisində yaşayıb. Ondan sonra yəni o xeyriyyətçi olduğu üçün və ya nəsə payladığı üçün gizlindən Santa Claus kimi qələmə verib. Sonra Sovet İttifaqının vaxtı onu dəyişib Şaxta baba eləyiblər. Həmçində əsas simvollardan biri də yolkadır. Hansı ki, qurulur evlərdə, hətta müsəlman ailələrin çoxunda görürsən ki, təəssüf ki, yəni qurulur. Yolka adəti, yəni əslində qədim German tayfalarına gedib çıxır. Yəni yenə də bütpərəstliyə gedib çıxır. Çünki onlarda ağacı əzəmətləşdirirdilər. Xüsusilə də palıd ağacının əzəmətləşdirirdilər, müqəddəs sayırdılar. Çünki palıd onlarda gücün, həyatın rəmzi idi. Yəni ilahi qüvvənin simvolu idi, rəmzi idi. Ona görə qışda evdə yaşıl ağac olması və ya evə yaşıl ağacın gətirilməsi onlar üçün həyatın davam etdiyinə inanmaq məqsədi daşıyırdı. Zamanla yəni bu adət xristian mədəniyyətinə keçid edib. Yəni xristian mədəniyyətinə keçəndə palıd ağacının yerini iynəyarpaqlı ağaclar alıb. Yəni şam ağacı kimi simvollar alıb, rəmzlər alıb. Lakin bu simvolların yəni mənası dəyişməyib. Yəni sadəcə forma olaraq dəyişib. Ona görə müasir dövrdə yeni ildə görürsən ki, yolka anlayışı qalıb və Qərb ölkələrinin mədəniyyətində bu var və Qərb ölkələrinin mədəniyyəti vasitəsilə də digər ölkələrə keçib. Həmçində müsəlman cəmiyyətlərə. Çünki müsəlman cəmiyyətlərə bu anlayış nə Quranla, nə sünnə ilə keçid etməyib. Nə də İslam mədəniyyətində bu olmuyor. Əksinə Qərbdən gəlib. Sovet dövründə də yenə eyni qaydada, necə ki Şaxta baba kimi yolka qalıb, lakin dini məzmundan çıxarılıb. Yəni dini adları çıxarılıb, dünyavi bayram kimi insanlara təqdim edilib. Lakin dini adlar çıxarılsa da, görürsən ki, yenə simvollar, rəmzlər, rituallar, davranışlar hamısı eynidir. Saxlanılıb qalıb. Bugün də görürük ki, çox vaxt yəni bu bayramı keçirmək istəyən sadəcə sevinç adı altında həmin simvolları eyni şəkildə yaşadır. Eyni şəkildə təkrarlayır. Ona görə də bu nöqtədə bir şey diqqət etməliyik ki, biz yəni onların deməsi ki, biz yeni ilin İslam bayramı olmadığını bilirik. Sadəcə uşaqları sevindirmək üçün qeyd edirik. Bu arqumentlər görürsən çox qarşımıza çıxır. Çox rastlaşırıq insanların belə deməyi. Və deyirlər ki, əsas niyyətdir. Bəli, niyyət mühümdür. Lakin İslamda təkcə niyyətə baxılmır. Yəni niyyət tək başına əməlin hökmünü dəyişmir. Əksinə əməlin forması da nəzərə alınır. Yəni edilən əmələ də baxılır. Əgər yəni sevinç yolka qurmaqla, yeni illə məxsus başqa bir dinin atributlarını yaşatmaqla, həmin gecəni xüsusi müqəddəs günə çevirməklə yaşanırsa, bu artıq sadəcə uşağı sevindirmək deyil. Yəni bu artıq uşağı sevindirməkdən çıxır. Başqa bir mədəniyyətə aid bir bayramı, bir davranışı normallaşdırmaqdır uşaqların gözündə. Onların gözündə bunu normal kimi qələmə verməkdir. Həmçinin də demək ki, biz bayramı yox, ilin dəyişməsini qeyd edirik. Bu iddia da onunla eyni şeydir. Əgər ortada xüsusi bayram atributları yoxdursa və sadəcə ailə daxilində ailə bir sevinci varsa, bu da tamam bir başqa bir məsələdir. Yəni əslində reallıqda belə olsa belə, reallıqda baxsaq görürük ki, çox vaxt ilin dəyişimi deyilən məsələlər, ilin dəyişimi deyilən şeylər praktikada yeni il bayramının eynisi ilə eyni ritualları özündə əks etdirir. Eyni məqsədi daşıyır, ad dəyişir, mahiyyət isə eyni qalır. Mahiyyət heç bir şey dəyişmir. İslam bu məsələyə baxışına gəlincə, baxsaq görürük ki, İslam bu məsələyə təkcə qadağa yönümdən baxmayıb. Qadağa tərəfindən baxmayıb. Haramdır deyə deyib keçməyib. Əksinə, İslam bu məsələyə baxışda həmçinin ailənin tərbiyəsini də nəzərə alıb. Yəni, həmçinin də ailədə olanların kimliyini də nəzərə alıb. Yəni, müsəlman kimliyini, müsəlman şəxsiyyətini də nəzərə alıb. Onun
yox olub pus olmasını istəməyib. Ona görə də əsas sual ortaya çıxır ki, belə olsa, yəni bu cür çəkilsə, yəni uşaq hansı günü xüsusi gün kimi yadda saxlayacaq, hansı günü böyük sevinç kimi yadda saxlayacaq, tanıyacaq. Əgər müsəlman uşağın şuurunda yeni il sevinç günü kimi qalacaqsa, onun şuurunda İslam bayramları ikinci plana keçəcək. Əslində İslam bayramları ikinci plana düşəcəksə, burada problem artıq əyləncədən çıxır. Yəni əyləncə olmaqdan çıxır, daha çox dini, mənəvi dəyərlər probleminə çevrilir. Dini dəyərlər fonunda öz problem kimi ortaya çıxır. Nəticə olaraq demək olar ki, İslamda sevinmək, uşağı sevindirmək haram deyil. Yəni biz bunu inkar eləmirik. Baxmayaraq, yəni rişxəndlə bu bayramlar gələndə bu deyilir, ortaya atılır. Haram olan və ya problem olan bir şey, yəni orada sevincdən söhbət getmir. Əslində orada problem başqa bir dinin adət-ənənəsinin müsəlman cəmiyyətinə inteqrasiya etməsidir. Ona görə də başqa din və mədəniyyətlərə aid dini simvollar, rəmzlər, mərasimlər, bayramları normallaşdırmaq bu müsəlmanın bir şəxsiyyət kimi kimliyini təhlükəyə çevirir. Çünki bu artıq onun həyat tərzinin bir hissəsinə çevrilir. Çünki yeni ilin adət-ənənəsi hansı ki, baxsaq görərik ki, Yolkanın baxmayaraq dedi ki, bütpərəstlikdən gəlib, lakin istifadə olunur bu bayramda. Bugünkü formada qeyd edilməsi, yolkanın qurulması əslində bütpərəst xristiyan mədəni köklərin müsəlman cəmiyyətinə salınmasıdır. Müsəlman cəmiyyətin içərisinə müdaxilə etməsidir. Alman, Avropa dini, mədəni simvollarını daşıyan bir bayramı qeyd etməkdir. İslam mədəniyyətini də kənara qoymaqdır. Çünki bu adətlər İslam mədəniyyətinə sonradan qıraqdan daxil olub. Ona görə də İslam dini sevincə qarşı deyil. Lakin bu sevinç əgər İslam mədəniyyətinin dəyişməsi, müsəlman bir şəxsiyyətin, onun kimliyinin dəyişməsi bahasına olan bir sevincdirsə, İslamın təşviq etdiyi bir sevinç deyilsə, bu böyük problemdir. Və problem ilin dəyişməsində deyil əslində. İlin dəyişməsi hansı məna, hansı simvollara yüklənib, problem ondadır. Ona görə İslam sevinci, əyləncəni haram eləmir. Əksinə, İslam halal çərçivədə sevinməyi qəbul edir, ona təşviq edir. Rəbbimiz buyurur ki, "Qul bi fadlillahi və bi rahmetihi fəbizəlikə fəlyəfrahu huwa xeyrun mimmə yecmaun." De, Allahın lütfü və rəhməti ilə məhz bununla sevinsinlər. Bu onların yığdığından daha xeyirlidir. Bu ayə açıq aydın göstərir ki, sevinç özlüyündə günah deyil, əksinə sevinç tələb olunandır bu dində və günah olan sevinci şəriət qadağan edir. O sevinç ki, haram vasitələrlə, dinə zidd işlərlə həyata keçirir, müsəlman şəxsiyyətini pozan formada həyata keçirir. Şəriət bunu qadağan edir. Halbuki qaldı ki, uşaqları sevindirmək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əksinə uşaqların sevincinə daima önəm verib, ailəsi ilə zarafatlaşırdı, səhabələri ilə zarafatlaşırdı, uşaqlarla oynayırdı. Nə çox hədislər var ki, onlarla da zarafat edirdi, onları qucağına götürürdü, sevinclərini bölüşürdü, sevinclərinə şərik olurdu, könüllərini alırdı onları kədərli görəndə. Hədislərdə açıq aydın göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm mehriban olub daima uşaqlarla. Onların qəlbini sevindirib. Bu isə uşaqları sevindirməyin özlüyündə savab olduğuna işarədir. Savab olduğuna dəlalət edir. Və kifayətdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm rəğbətləndirib hədiyyə verməyə, deyib ki, hədiyyə verin ki, bir-birinizi sevəsiz. Uşaqlara hədiyyə almaq, onları sevindirmək İslamda zidd deyil. Lakin incə məqamlardan biri var, hansı ki, insanlar bunun fərqində olmalıdırlar. Bunu dərk etməlidirlər ki, İslamda bayram anlayışı dindir. İslamda dedik ki, bayram anlayışı təkcə hansısa tarixin, günün keçib getməsi deyil, hansısa bir hadisə deyil. İslamda bayram anlayışı dindir. Şəriətdə də, İslam şəriətində də yalnız iki bayram var. Ramazan bayramı və Qurban bayramı. Dini baxımdan bu bayramlardan başqa, İslam dinində başqa bayram yoxdur. Çünki onun hökmü sünnə ilə, Quran və sünnə ilə sabitdir. Peyğəmbər s.ə.v necə ki, İmam Nəsai, Əbu Davud
Rahimehullah rəvayət edib Ənəs ibn Məlikin hədisində ki, Peyğəmbər s.ə.v Mədinəyə gəldikdə orada insanların oynayıb əyləndiyini görür. Görür ki, onlar 2 günü bayram kimi keçirirlər və soruşur bu günlərin bayram olduğunu, olub-olmamağını araşdırır. Onlar deyəndə ki, biz bu günləri yəni digər millətdən, yəni Yahudilərdən miras kimi götürüb keçirdiklərini ona bəyan edəndə Peyğəmbər s.ə.v nə deyir onlara? Deyir ki, Allah sizin üçün həmin o 2 günün əvəzində daha xeyirli 2 gün verib. Daha xeyirli 2 gündən əvəz edib, daha xeyirli 2 bayram verib, Ramazan və Qurban bayramı. Bu hədis açıq-aydın göstərir ki, İslamdan əvvəlki adət, ənənələr, bayramlar, hansı ki, qeyri-dinlərdə var idi, bəzi qövmlər keçirirdi onu İslam təsdiqləmir, yəni olduğu kimi saxlamır. Əksinə onları şəriət bayramı ilə əvəz edir. Şəriətdə vəhy ilə gələn bayramla əvəz edir. Bu da göstərir, sübut edir ki, İslamda bayram anlayışı adət deyil. İslamda bayram anlayışı sadəcə adət deyil. Yəni İslamda bayram adəti ibadətdir. İslamın kimliyinin, mənəviyyatının, mədəniyyətinin yaşadılmasıdır, dəstəklənməsidir, mühüm bir məsələdir. Sonra qaldı ki, yəni ilin bitməsini bayram etmək. Əslində ilin bitməsi müsəlman üçün əyləncə olmamalıdır. Yəni əyləncədən çox təfəkkür və hesabat vaxtı olmalıdır. Yəni insan fikirləşməlidir ki, il keçdi, ömrümdən bir il getdi, nə etdim, nə qazandım? Ona görə Ömər radiyallahu anh'ın sözü daima gözünün önündə olmalıdır ki, həsibə anfusakum qablə an tuhasəbu. Nəfsinizi hesaba çəkin, özünüz hesaba çəkilməmişdən qabaq. Deməlidir ki, bir il keçdi, nə elədim? Namazlarına baxmalıdır, qıldı, qılmadı, əxlaqına baxmalıdır, əxlaqı Allahın istədiyi kimi idi, yoxsa yox. Günahlarına baxmalıdır, nə günah edib, tövbə edib o günahlardan, yoxsa yox. Və övladlarına da bu cür düzgün dəyər və anlayışları nə eləməlidir? Aşımalıdır. Onlara öyrətməlidir bu düzgün anlayışlara. Ona görə valideyn əgər uşağı sevindirərkən, ola bunları öyrədərsə, uşaq dərk edəcək İslamı, dərk edəcək həqiqi sevinc nədir? Valideyn desə ki, biz sevinirik bu bayramlarda, Ramazanda, Qurbanda, əslində digər bayramlar bizim bayramlar deyil və öyrətsə ki, bizim üçün bayram hər gündür. Allah Taala'nın bizə verdiyi bu ömür hansı ki yaşayırıq, bu nəfəs hansıca alırıq, bu bizim üçün bir fürsətdir. Bu bizim üçün bir bayramdır, hansı ki bu ömrə görə Allaha şükür etməliyik, Allaha həmd etməliyik ki, Allah Taala bizi yaxşı insan olmaq üçün fürsət verib bizə və çalışaq ki, biz də bu fürsəti dəyərləndirək. Bu artıq İslamı düzgün tərbiyədir və doğru yanaşmadır. Allah Taala daha doğru bilir. Allah Taala bizi eşidib faydalardan etsin. Aqulu ma tesma'un və estağfirullah li və lakum və li sairil muslimin min kulli zənb fəstəğfiruhu innehu huvel gafurur rahim. Allah razı olsun.